sual verim. Yəni həcc ibadəti vacibdir. Bugünkü dediyiniz həcc ibadəti vacibdir. Bugünkü həcc o həcc deyil. Yəni bugünkü həcc o həcc deyil, orada hansısa bir yanlışlar ola bilər. Amma bütövlükdə həcc böyük bir ibadətdir. O Səfada, Mərvada, orada yetirilən prosesdə... Yaxşı, nə qazanırsan? Bax, sən də olmusan orada. Səfa Mərvədə getdin, nə qazandın? Hə, getdin Fırandan gəldin. Sual, namaz qılırıq da biz. Bax da, sualla cavab verməyək. Yox, mən də deyirəm də, niyə mən əyilib qalxıram, məsələn, niyə əyilib qalxıram? İndi deyəcəm də, gəl sualla cavab verməyək. Səfa ilə Mərvə arasında getdin, gəldin, nə qazandın? Niyə onu biz eləyirik? Bilmirəm, mən səndən soruşuram. Niyə eləyirik? Mən bilmirəm də, səndən soruşuram. Niyə bilməmiş olmazsan? Yəni onu... Və yaxud da Kəbənin ətrafından 7 dəfə fırlandın. Nə oldu? Nə dəyişdi? Həyatında nə müsbət bir effekt oldu bunun? O məntiqlə götürəndə onda gərək namaz da qılmaya, əyləkdə baxmaya. Onlara getmirəm da, onlara girmədim. O yox da, onda niyə... Hər bir ibadətin mahiyyəti var. Onda biz niyə həccdə gələndə konkret deyirik ki, həccin bütün əməlləri dinə uyğun deyil və yanlış da əsas. Deyil də, bəli. Niyə biz çünki Qurana ziddir bunlar. Quranda şeytan daşlama mı var? Mina məsələsi mi var? Biz axı danışdıq ki, bütün məsələlər Quranda. Mən də deyirəm ki, Quranda olmalıdır. O ki, həqiqət axtarışında deyil, o gəlib özünün fikrini sənə dikt eləsin. Haqqı çıxartmaq istəmir ha, ortaya. Bir adam haqqı qoymaq istəyir ortaya. Debatda gəlin bu fikir bu olsun ki, düz nədir onu qoyaq ortaya. Yox, o düzü də deyəndə hələci yozursan, hələ istəyirsən bir vəziyyət qurasan, bir atmosfer yaradasan, elə bir abu-hava yaradasan ki, məsxər eləyəsən, ələ salasan ki, təki o sənin cəmiyyətin gözünə o düşürdəsən, nə ki, haqqı qəbul edəsən, haqq şəffaflaşsın. Mən uduzmayım, bu məndir, bu egodur, bu firondur mövzuda. Orada nə debat eləyəsən, hə? Nəticə də olmur bəzi vaxtlar. Bəzi vaxt olur, bəzi vaxt olmur, düzü deyil. Çünki qarşı tərəf həqiqət axtarışında deyil. Nəfsinin istədiyi fikirləri deyir. 5-10 nəfər də ona deyib ki, səndən yoxdur. Bu da bu fikrindən də olsa, deyəcəksə də oradan etsən, bir köpük adam deyilmişsən, bizim vaxtımızı aldın ki. Ona görə bax, bu mübarizə istəyir nəfsinə. Basan məsələ deyil.